Sabahınız xeyir olsun. 1 aprel 2026-cı il tarixidir və eləcə də yaz fəslinin 13-cü, Şəvval ayının 13-cü günüdür. Aprel ayının ilk həftəsinin ilk 3-cü çərşənbə günüdür və Şəvval ayında kimlər yenə də qeyd edirəm ki, oruclar tuturlar. Allah niyyətlərini, oruclarını qəbul etsin. Yeni ayın ilk günüdür. Yeni ay hər birimizə, yəni aprel ayı hər birimizə, bununla yanaşı Azərbaycana, bütün dünyaya düşərli, xeyirli, uğurlu olsun. Gözəl günlər nəsib etsin. Bollu, bərəkətli, ruzili, can sağlıqlı gəlib keçmiş olsun. Amin inşallah. Bununla yanaşı 1 apreldə işləri ilə məşğul olan iş yerində, eləcə də evlərində, ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş avadlığı arzu edirəm. 1 aprel günündə təhsili ilə məşğul olan məktəblərə, orta ixtisas ali məktəb tələbələrinə can sağlığı, iş avadlığı, zehin açıqlığı arzulayıram. Məqsədlərinə, arzularına çataraq bütün Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar yetişmələrini arzu edirəm. Bununla yanaşı 1 aprel günündə kimlərin rəhmətə gedənləri var, Allahdan rəhmət diləyirəm. Hər birinə səbir diləyirəm. 1 aprel günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini salamlayıram. Bütün Azərbaycan ordusunu salamlayıram. Bu ay onların hər birinə gözəl günlər nəsib etmiş olsun, can sağlıqlı olsunlar, amin inşallah. 1 aprel günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm, xoşbəxtlik arzu edirəm. 1 aprel günündə də tarixi günlər vardır. 1 aprel Ümumdünya Gülüş günüdür. Ümumdünya Gülüş günümüz mübarək olsun. Daima həyatımız ürəkdən, sevincdən gələn gülüşlərlə bəzənmiş olsun və ömrümüzü can sağlıqlı, içdən, ürəkdən gülərək keçirmiş olaq. Amin inşallah. 1 aprel həm də 1808-ci ildə Finlandiyanın Rusiya imperiyasına birləşdirildiyi gündür. 1 aprel 1955-ci ildə Türk Müqavimət Təşkilatının fəaliyyətə başladığı gündür. 1 aprel 1970-ci ildə Richard Nixon Amerika Birləşmiş Ştatlarında televiziya və radioda tütün məhsullarının reklamını qadağan edən fərman imzaladığı gündür. 1 aprel 1976-cı ildə Steve Jobs, Steve Wozniak, Richard Wayne tərəfindən Apple şirkətinin qurulduğu gündür. 1 aprel 1979-cu ildə Ayətullah Xameyni tərəfindən İran İslam Respublikasının yaradılmasının elan edildiyi gündür. 1 aprel 2004-cü ildə Google şirkətinin Gmail elektron poçt xidmətinin yaradıldığını elan etdiyi gündür. 1 aprel 2009-cu ildə Xorvatiya və Albaniya NATO-ya qəbul edildikləri gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.